Türkiye Prezidenti Recep Tayyip Erdoğan Azərbaycanın Müstəqillik Günü münasibətilə özəl təyyarə təyyarəsi ilə Azərbaycanın Laçın şəhərinə səfərə yola düşüb. Bu barədə Pancomi TV Haber Global A istinadən xəbər verir. Məlumata görə Erdoğanı Esenboğa Hava Limanından vitse-prezident Cevdet Yılmaz, Prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar. Erdoğan'ı səfər zamanı Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Milli Müdafiə Naziri Yaşar Güler, Nəqliyyat və İnfrastruktur Naziri Abdülkadir Uraloğlu, Kənd və Meşə Təsərrüfatı Naziri İbrahim Yumaklı, Ticarət Naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Türkiyə Prezident Aparatının Kommunikasiya şöbəsinin başçısı Fahrettin Altun, Türkiyə Prezidentinin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Ədalət və İnkişaf Partiyasının sədr müavinləri Kürşad Zorlu, Ali İhsan Yavuz, Zafer Sırakaya, Hüseyin Yayman, Halit Yerebakan və Milliyyətçi Hərəkat Partiyası sədrinin müavini İsmail Özdemir müşayiət edirlər. Recep Tayyip Erdoğan'ın səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır və iki ölkə arasındakı əlaqələr, cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir. Həmçinin Erdoğan Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident İlham Əliyev ilə birlikdə Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində və Azərbaycanın Müstəqillik Günü ilə bağlı mədəniyyət tədbirində iştirak edəcək.